Orta paleolit dövrünə aid xüsusiyyətləri müəyyən edin. Qəbilə icmasının meydana gəlməsi. Qəbilə icması üst paleolit dövründə meydana gəlmişdir. Ona görə biz biri silirik. Biri siləndən sonra onsuz cavabımız çıxdı. Eramızdan 35 min ilə qədər davam etmişdir. Eramızdan əvvəl 100 min il bundan əvvəl 35 min il bundan əvvələ qədər davam etmişdir. 2 doğrudur. Bacarıqlı insanın yaranması ilə başlamayıb. Çünki bacarıqlı insanın yaranması alt paleolit dövrünə aiddir. Neandertal tipli insanlar orta paleolitdə yaranmışdır. Orta paleolit insanların axirət dünyasına inamı yaranmağa başlayıb orta paleolitdə. Deməli cavab 2, 4, 5-dir. Doğru cavab D bəndidir. Kuti dövlət qurumuna aiddir. Eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdır. Xeyr, 3-cü minilliyin ikinci yarısında yaranmışdır. Ona görə deməli A-nı götürə bilmərik. İki çay arasını öz hakimiyyəti altına saxlamışdılar. Bəli, saxlamışdılar. Akkad dövlətini süquta uğradıb iki çay arasını öz hakimiyyəti altında 100 ilə yaxın saxlamışdılar. Assur dövləti ilə mübarizə yoxdur. Çünki 3-cü minilliyin sonunda Kuti dövlət qurumu dağılıb. Assur dövləti isə 2-ci minillikdə meydana gəlib. Urmiya gölünün şimalında dövlət qurumu yaratılmış. Xeyr, cənub qərbində idi. Kəngər Qarqar tayfaları da Araz çayından şimalda idi. Doğru cavab B bəndidir. Qədim Çinin eramızdan əvvəlki tarixinə aiddir. Burada diqqət etməliyik. Eramızdan əvvələ aid olmalıdır. Böyük İpək yolunun əsasının qoyulması eramızdan əvvəl 2-ci əsrdir. Cijan qardaşların başçılığı üsyan 184. Qırmızı qaşlılar üsyanı 17-27. Bizim eraya aiddir hər ikisi. Qərbi Hun dövlətinin paytaxtının tutulması eramızdan əvvəl 36. Böyük Çin səddinin tikilməyə başlaması eramızdan əvvəl 214-cü il. Eramızdan əvvəl olanlar hansılardır bəs? Deməli 1, 4 və 5. Doğru cavab A bəndidir. 1, 4, 5. Manna hökmdarı İranzu və Ullusununun fəaliyyətlərinə aid ümumi cəhətdir. Assura xərac verilməsi, bəli, həm İranzunun vaxtında, həm də Ullusunun vaxtına Assura xərac verilmişdir. Urartu tərəfindən hakimiyyətə gətirilmələri, Ullusunun hakimiyyətə gəlməsində Urartu Rusa köməklik etmişdir, İranzuda isə xeyr. İskit padşahlığı ilə ittifaq heç birində mövcud deyil. Üsyan nəticəsində heç biri öldürülməyib. Eramızdan 8-ci əsrin birinci yarısında hakimiyyətdə deyildilər. Çünki İranzunun hakimiyyəti ilə 740-cı ildən başlayır. Doğru cavab A bəndidir. Əhəmənilər dövlətinin mövcud olduğu dövrə uyğun gəlir. Əhəmənilər dövləti nə vaxt mövcud olub? Eramızdan əvvəl 550-ci il. Eramızdan əvvəl 330-cu ilə qədər hakimiyyətdə olub. Midiyanın ön Asiyanın qüdrətli dövlətinə çevrilməsi Midiya Əhəmənilərdən əvvəl idi, yoxdur. İskit padşahlığının süquta uğraması, İskit padşahlığı eramızdan əvvəl 590-cı ildə süquta uğrayıb, 2 də aid deyil. Kiçik Midiyada Qaumatanın üsyan qaldırması eramızdan əvvəl 522, bu aiddir. Makedoniyanın İskəndərin şərqə yürüyüşü eramızdan əvvəl 336. Bu da aiddir. 3-4 doğru cavab D bəndidir. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Roma Parfiya dövləti. Eramızdan əvvəl 53-cü ildə məğlub oldu. 53-cü il hansı döyüşdür? Karra döyüşüdür. Parfiya Roma arasında olmuşdur. Atropatina Parfiyanı dəstəkləmişdir. Burada Roma məğlub olmuşdur. A. Magneziya döyüşü nəticəsində parçalandı. Magneziya döyüşü 190 Selevkilər və Roma arasında Roma qalib gəldi. Selevkilər parçalandı. Heç birinə aid deyil. B hansında olsa siləcəyik. Bizdə 2 cavab qaldı burada. Biri də A ilə başlayır. Atropatina asılı vəziyyətə salınıb 1-ci əsr Parfiya dövləti tərəfindən və eyni zamanda Roma tərəfindən. Deməli C burada hər ikisinə gedəcək. Eramızdan əvvəl 38-ci ildə məğlub oldu Parfiya dövləti. 1A, 2D, 3C. Doğru cavab E bəndidir. Xalqların böyük köçü dövrünə uyğun gəlmir. Sözünü diqqətdə saxlayaq. Xalqların böyük köçü 4-7-ci əsrləri əhatə edir. Avropa Hun dövləti 4-cü əsrin
ikinci yarısına aiddir. 378. Axund dövləti də 4-cü əsrin ikinci yarısına aiddir. 1-ci Göytürk xaqanlığının süqutu 6-cı əsrin sonları 588-ci il 6-cı əsrdə düşür. Axund dövləti 567-ci ildə süqut edib, bu da 6-cı əsrdir. Bilgə xaqanın ölümü 8-ci əsrə aiddir. Bilgə və Gültikin və Bilgənin ölümü deməli Göytürk dövlətinin süqutunu sürətləndirdi. 8-ci əsrin 30-cu illərində dövlət zəiflədi. E bəndi doğru cavab olacaq, uyğun gəlmir. Uyğunluğu müəyyən edin. Qədim Azərbaycan dövlətləri Atropatena və Albaniyaya aid uyğunluğu müəyyən edəcəyik. Roma imperatoru Adrian ilə dostluq əlaqələri saxlamışdır. 3-cü əsrə qədər davam etmişdir. Bu Albaniyaya aiddir. Ona görə biri silirik. Ayniana, Anariaka Albaniyaya aid şəhərləridir. Tikinti materialı kimi həm Atropatena, həm Albanlar istifadə etmişdilər. 1-ə C doğru gedəcək. 2-ci əsrə aid Yunan dilində daş kitabə Albaniyaya aiddir. Romalı Kanidinin qüvvələrinə məğlub da olublar. İberiya və Albaniyanı tabi etmişdi Kanidini. Fanas, Bağnazanı da Albaniya yox, Atropatena şəhərləri idi. C-ni də silirik. 1-ə C, 2-yə A, B. Doğru cavab C bəndidir. Azərbaycanda feodal iqtisadi münasibətlərin yarandığı əsrə uyğun gəlir. Feodal iqtisadi münasibətlər 1-ci müəyyən etməliklə vaxt yaranıb, 3-cü əsrdə yaranıb. 3-cü əsrə uyğun gəlir, yəni o deməkdir. Şimal torpaqlarında Aşaki sülaləsinin hakimiyyətə gəlməsi 1-ci əsrdir. Atropatenanın Parfiya dövlətinin tərkibinə qatılması 1-ci əsrdir. Parfiya dövlətinin varlığına son qoyulub 224 Suziyan döyüşü, Ərdəşir, Babəkan. Məzdəkilər hərəkatı 481-ci ildə başlayıb, Dizirav döyüşü də 371-ci ildə olub. Burada cavab C olacaq, 3-cü əsr 224-cü il. Xəritədə Amaras Alban abidəsinin yerləşdiyi rayonu müəyyən edin. Bildiyimiz kimi Amaras Alban abidəsi Xocavənd rayonu arasında yerləşir. 5 Lerik rayonudur, 4 Abşeron rayonudur. Sonra 1 Naxçıvan ərazisidir, xeyr. 2 Kəlbəcərdir. Burada 3 Xocavənd rayonu ərazisidir. Doğru cavab C bəndi. Uyğunluğu müəyyən edin. Albaniyanın son Arşaki hökmdarı 3-cü Mömin Vaçaqan idi. Burada 4-ü götürəcəyik. Yeni Alban yazısı Asogenə aiddir. Burada 3 verilib. 3 yanlışdır. Həmçinin burada 2 də yanlış olacaq. İndiki Bərdə şəhəri yaxında Firuzabad şəhərini saldıran da 2-ci Vaçe idi. Buna görə cavab 4-5 A bəndi olacaq. Misir mədəniyyət və elm. Misirin mədəniyyət və elm sahəsinə aid deyil. Eramızdan əvvəl 4-cü minilliyin sonunda yazı meydana gəlib, radionyanın yaradıcısı hesab edilirdi, su günəş saatları ixtira edilib, dəqiq riyazi hesablamalar, tikinti işləri aparılırdı. Bilici adını almaq üçün Konfutsi təlimindən imtahan bu qədim Çinə aiddir. Ona görə burada aid olmayan E bəndidir. Şumer şəhər dövlətlərində En adlanan kahin və Misirdə Firona ən yaxın köməkçi Çat üçün oxşar cəhətdir. Hərbi işlərə rəhbərlik, elə hökmdarın səlahiyyəti idi. Misirdə A ola bilməz. Ölkənin təsərrüfat həyatına həyata keçirilməsi burada doğru cavabdır. Həm En, həm Çat üçün oxşardır. Yer üzünün tanrısı Fironu məsələn Misirdə hesab edirdilər. Şəhər dövlətlərinin idarə edilməsi, xeyr, Firon tərəfindən vəzifəyə şəhər dövlətlərinin idarə edilməsi Enə aiddir. Çat üçün xarakterik deyil. Firon tərəfindən, Firon da Misirə aid olduğu üçün Şumer üçün götürə bilinməz. Ona görə doğru cavab B bəndidir. O qüvvətli bir ordu yaratmış və Çinə hücum etmişdir. Çinlilər hücumların qarşısını almaq üçün müdafiə divarlarını inşa etməyə başladılar. Mətndə bəhs edilən hökmdar ilə Mehdi üçün oxşar cəhət. Yəni burada biz kimi Teoman, bir də Mehdi üçün oxşar cəhətləri müəyyən etməliyik. Yeni dövlətin əsasını Teoman qoyub Mehdiyə aiddir. Hun imperatorluğunu hər ikisi idarə edib. Çin imperatoru qohumluq heç biri saxlamayıb. Qərbi Hun dövlətinin idarə edilməsi yox, Böyük Hun dövlətini idarə edirdilər. Çin dövlətinin himayəsinin qəbul edilməsi də aid deyil. Doğru cavab B bəndidir. Alban hökmdarı Oroysun fəaliyyətinə aid deyil.
eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında hakimiyyətdə olmuşdur. Məsələn, o 66-65-ci il Gürqanıq döyüşlərində olubsa, bu 1-ci əsrin 1-ci yarısına aiddir. Deməli, aiddir. Pompey ilə sülh bağlayıb, bəli. Kür çaysanında Romaya məğlub olub, bəli. Roma ilə əlaqələr 3-cü əsrə qədər davam edib, xeyr, bu yanlışdır. Ona görə D-ni götürəcəyik. Qanıq döyüşündən sonra Pompeyə barışıq təklif etmişdir. Bəli, doğru cavab D bəndi olacaq. Orta daş dövründə insanların həyatında baş vermiş yenilik. Orta daş dövrü hansıdır? Birinci onu müəyyən edək. Mezolit. Qədim daş dövrü paleolit, orta daş dövrü mezolit, yeni daş dövrü paleolit. İnsanların həyatında baş vermiş yenilik ulu icmanın meydana gəlməsi. Ulu icma qədim daş dövründə baş verib getdi. İlk əkinçilik vərdişlərinin yaranması, ilk əkinçilik vərdişi mezolit dövründə yaranıb. Bu elə doğru cavab olacaq. Əhali oturaq həyata keçib. Neolitdə torpağın xış ilə yumuşadılması, tuncda yildən saxsı qablarının hazırlanması neolitdə. Doğru cavab B bəndi olacaq. Hindistanın eramızdan əvvəl 2-ci minillik tarixi üçün xarakterikdir. Eramızdan əvvəl 2-ci minillik. Makedoniya İskəndərin hücumu eramızdan əvvəl 327 olduğuna görə çıxırıq. Ari tayfalarının yerli əhali ilə qaynayıb qarışması, Hind xalqının formalaşması. Burada doğru cavab B olacaq. Mohenjo-daro Harappa eramızdan əvvəl 3-cü minillikdir. Xan sülasının hakimiyyətə gəlməsi də eramızdan əvvəl 3-cü əsrin sonlarıdır. Və Hindistana aid deyil, Çinə aiddir. Vahid dövlətdə birləşdirilməsi 3-cü əsrə aiddir. Eramızdan əvvəl 3-cü əsr Ashoka. Ona görə doğru cavab B bəndidir. Manna dövlətinə aid deyil. Urmiya gölü ətrafında yaranmışdır. Bəli, bu doğru cavabdır. Bir sıra vilayətləri Assuriya və Urartu dövlətləri tərəfindən işğal olunmuşdur. Doğrudur. İskit padşahlığı ilə ittifaqı olub. Əhəməni dövlətindən işğal yox. Midiya dövləti tərəfindən eramızdan əvvəl 590-cı ildə var, ona son qoyulmuşdu. Burada Əhəməni yazılıb, ona görə aid olmayan D-dir. Miqyasdan da istifadə edirdi. Feodalizmin inkişaf mərhələləri üçün xarakterik deyil. Şərq ölkələrində feodalizm daha tez yaranmışdı. Bəli, 3-cü əsrdə yaranmışdı. Ərəblər, türklər, monqollar, almanlar icma quruluşundan birbaşa feodalizmə keçiblər. Bu da doğrudur. Aiddir yəni. Erkən feodalizm dövrü Avropada 3-11 yazıb. Niyə 3-11? Avropada 5-11-dir. Şərqdə 3-11. Ona görə aid olmayan C bəndidir. 11-15 klassik feodalizmdir. Avropada 16-17-ci əsrdə məhsullar qüvvədən inkişaf edib, satış üçün istehsal edilən mallar artıb. Bu da doğrudur. Doğru olmayan C bəndidir. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. İşğal edilmiş ərazilərdə üsyanların baş verməsi, Trayanın Parfiyanın fəthini başa çatdıra bilməməsi. Bu doğrudur. Roma imperatorunun imperiyanın iki oğlu arasında bölüşdürülməsi, Şərqi və Qərbi Roma imperiyalarının yaradılması, bunlar doğrudur. 5-ci əsrin ortalarında Hunların Romaya yürüş etməsi, Roma imperiyasının iki hissəyə parçalanması, bu doğru deyil. Roma 395-ci ildə iki hissəyə parçalanmışdır. Romanın Afrikadakı əyalətlərində Vandal krallığının yaranması, Pun müharibələrin başlanması. Vandal krallığı 5-ci əsrdə. Pun müharibələri eramızdan əvvəl 264-dən başlamışdır. Doğru cavab burada 1 və 2-dir. Göstərilənlər aiddir. Hindistanın şimal-qərbinin işğalı başa çatdırıldı. 6-cı yüzillikdə hakimiyyətdə olmuşdur. Bu hansı türk xaqanıdır? Mihraqul xan doğru cavabdır. Birinci Göytürk xaqanlığından fərqli olaraq ikinci Göytürk xaqanlığı üçün xarakterikdir. Gəlin baxaq, Ötkən şəhəri hər ikisi üçün paytaxt idi. Sasanilərlə ittifaq qurulması birinci Göytürkə aiddir, ikinci üçün yox. Uyğurlar tərəfindən hakimiyyətinə son qoyulmuşdur 842-ci ildə, bu doğrudur. Axund dövlətinin məğlub edilməsi birinci Göytürkə aiddir. Kürşadın başçılığı ilə üsyan 639 idi və bu vaxt heç nə bir, nə də ikinci Göytürk dövləti var idi. Doğru cavab C bəndidir. İbtidai icma quruluşuna aid hadisə-nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Biz burada doğru olanı seçməliyik.
İkinci böyük ictimai əmək bölgüsü Orta Tunc dövrü ilkin şəhər mərkəzləri yarandı. Bu aidiyyəti yoxdur şəhərin yaranmasına. Sənətkarlıq, əkinçilik və maldarlıq inkişaf etdi, mübadilə genişləndi. Bəli, bu doğrudur. Sənətkarlar içərisində tacirlər qrupu ayrıldı və üçüncü ictimai əmək bölgüsü baş verdi son Tunc dövründə. Bu da doğrudur. Kişi əməyinə tələbat artdı, qəbilə icması meydana gəldi. Yaxşı, doğru cavab deyil. Niyə? Qadın əməyi qəbilə icmasında mühüm rol oynayırdı. Kişi əməyinə tələbat erkən Tunc dövrünə aiddir. 2 və 3 doğru cavabdır. Xəritədə ulduz ilə işarələnmiş qədim dövlətin eramızdan əvvəl 4-cü minillik tarixinə aid xüsusiyyətləri müəyyən edin. Haradır bura? Bura Misirdir. Elə deyilmi? Misir. Vahid dövlətin yaranması 4-cü minillik doğrudur. Ərazinin 2 müstəqil padşahlığa parçalanması 4-cü minillikdə birinci bu oldu, sonra yuxarı aşağı. Misir birləşdi, vahid dövlət yarandı. Burada 1-2 doğru cavab olacaq. Türk dilli xalq olan Şumerlər Mesopotamiyada məskunlaşmışdı. Mixi yazı növü 3-cü minillikdə yaranıb, Misirdə yaranmayıb. 1 və 2 doğru cavabdır. Tiberi və Qayqıraq qardaşları üçün oxşar cəhət deyil. Eramızdan əvvəl 2-ci əsrdə fəaliyyət göstərmələri, bəli, bu doğrudur, hər ikisinə aiddir. Yoxsullara hər ikisi torpaq paylamışdır. Senat tərəfindən də hər ikisi aid olmayan deyir. Senat tərəfindən öldürülmüşdü. Ona görə biz aid olmayanlara cavab kimi seçəcəyik. Deməli, 1, 2, 3 aiddir. Aiddir. Aid olmayan 4 və 5-dir. Cavab 4 və 5 olacaq. Xronoloji ardıcıllığı müəyyən edin. Hərdəşir Babəkan Sasani özünü şahənşah elan etmişdir. 226-cı ildə və Sasani dövləti yarandı. Atropatina ərazisinin Sasani dövlətinin tərkibinə qatılması 227-ci ildir. Məzdəkilər hərəkatı 529-da başa çatıb. Albaniyada xristianlığın dövlət dini elan edilməsi 313-cü ildir. Ardıcıllıq necə olacaq? 1, 2, 4 və 3. Qədim Yunanistana aid hadisələrin uyğunluğunu müəyyən edəcəyik. 1 və 2. Afina-Sparta müharibəsinə hansı uyğunluq? Eramızdan və 5-ci əsrin ortalarına qədər davam etmişdir. Afina-Sparta müharibəsi 431-404. 5-ci əsrin ortalarına qədər Yunan-İran müharibəsi davam edib. A, yəni 2-yə A gedəcək. Afina dəniz ittifaqı Yunan-İran müharibəsində qalib gəlib. Afina dedik, 404-cü ildə başa çatıb Sparta-Afina müharibəsi, Yunan şəhər dövlətləri də onun nəticəsində zəifləyib. 1-ə C-dir, 2-yə A-B aid olacaq. Mətni oxuyaq. Mətni oxuduqdan sonra bizə məlum olacaq ki, mətndə Yunan-İran müharibələrindən söhbət gedir ki, bu Yunan-İran müharibələri 490-cı ildə Marafon əsas döyüşdür. 500-cü ildən başlayıb və müxtəlif döyüşlər baş vermişdir və 5-ci əsrin ortaları başa çatıb. Mənbədə bəhs edilən müharibənin gedişində Əhəmənilərin qalib gəldiyi döyüş hansı idi? Bu, eramızdan əvvəl 480-ci ildə olan Fermopil döyüşü idi. Əgər siz Fermopil döyüşü yazırsınızsa, tam 2 balı ala biləcəksiniz. Mətni oxuduqdan sonra bizə məlum olacaq ki, burada söhbət Yunan-İran müharibələrindən gedir. Yunan-İran müharibəsi. Bu müharibə 500-cü ildə başlamışdır. 5-ci əsrin ortalarına qədər davam etmişdir. Mənbədə bəhs edilən müharibənin Əhəməni dövləti üçün nəticələrini qeyd edin. Azı 2 nəticə yazmalıyıq ki, biz tam bal alaq. Nə ola bilər? Əhəmənilər məğlub oldu. Əhəmənilər məğlub oldu və yaxud da Yunanlar qalib gəldi. Tərsi ola bilər. Hər ikisi eyni cavabdır. Onsuz da Əhəmənilər Egey dənizi adalarında Kiçik Asiyada olan Yunan şəhərlərinin müstəqilliyini tanıdılar. Yunan şəhərlərinin müstəqilliyi tanındı və ya Kiçik Asiyadakı əraziləri itirdilər. Hərbi donanmanın, Əhəməni hərbi donanması
Egey dənizində üzmək qadağan edildi. Bunlardan ən azı ikisinə tam doğru cavab versək, tam 2 balı alacağıq. Mətni oxuduqdan sonra sizə məlum olacaq ki, burada Yunan-İran müharibəsindən söhbət gedir. Mənbədə bəhs edilən müharibə illərində Yunanların qalib gəldiyi mənbədə bəhs edilməyən döyüşlər. Mənbədə marafon döyüşü var, ona görə biz marafon adını yazsaq bu doğru qəbul edilməyəcək. Biz burada hansı döyüşləri yaza bilərdik? Salamin, Plateya. Niyə Fermopil yazmırıq? Çünki Yunanların qalib gəldiyi döyüşləri deyir. Ona görə biz bu iki döyüşün adını yazdıq.